hər kəsə. Bugün hər birinizin çoxdan gözlədiyi mövzu haqqında, AXC haqqında danışacağıq. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, həmçinin daxili və xarici siyasəti, eyni zamanda süqutu haqqında. Bildiyiniz kimi bu mövzu əsasən 4 hissədən ibarətdir. Az öncə adını qeyd etdim hər bir hissənin, hər bir başlığın. Bəzən çətin gəlir bu mövzu uşaqlara, bəzən qarışıq gəlir, bəzən tam əksinə çox sevimli mövzular hesab olunur. Ancaq qətiyyən qorxmayın inşallah. Yəni Cümhuriyyət bizim bildiyiniz kimi həm şanlı tariximizdir, həm bizim necə deyim, möhtəşəm bir dövrümüzdür. Eyni zamanda da dərs olaraq da bəli çətin gələ bilər, ancaq çətin deyil. Sadəcə qısa bir dövrdə, 2 illik bir dövrdə hadisələrin çoxluğu, ayların çoxluğudur ki, sizi biraz qorxudur, amma qətiyyən qorxmayın. Dediyim kimi çox möhtəşəm bir dövr olduğu kimi möhtəşəm bir mövzudur həm də. Çox vaxt itirməyək, keçək dərsimizin izahına. Əvvəlcə nəyi yadımıza salırıq uşaqlar? Yada salırıq ki, 1918-ci il mayın 26-sında Zaqafqaziya Seymi buraxılır, yəni ləğv olunur. Niyə buraxılır? Çünki Gürcüstan həmin Seymdən çıxır. Seymə də daxilində hansı ölkələr xatırlayırıqsa, Azərbaycan, Gürcüstan və Ermənistan. Və Gürcüstan bu Seymdən çıxdığı üçün artıq Seym ləğv olunur və ardınca Azərbaycan öz müstəqilliyini yaratmaq, elan etmək qərarına gəlir. Zaten yaratmalı idi. Niyə yaratmasın? Çünki 1918-ci il zaten qarışıq bir dövrdür. İstər dünya üçün, istər Azərbaycan üçün. Azərbaycan üçün daha qarışıq dövrdür. Nəyə görə? Çünki həmin vaxtda başta Rusiya olmaqla, ermənilər olmaqla, eyni zamanda Almaniya, Gürcüstan, İngiltərə, digər dünya ölkələri hər birinin gözü, hər birinin diqqəti, nəzəri hardadır? Azərbaycanda, xüsusən də Bakıda. Daha da desək Bakı neftində. Və bunun üçün artıq Azərbaycan bir respublika olmalıdır. Özünün ordusu, polisi, əskəri, himni, gerbi və s. Bunların hər biri, yəni bir dövlət üçün lazım olan bütün atributlar Azərbaycan üçün artıq belə deyək, tərtib olunmalıydı, təşkil olunmalıydı. Və beləliklə 1918-ci il mayın 26-sında Zaqafqaziya Seymi ləğv olunduqdan sonra Milli Şura yaradılır. Diqqətli oluruq, Milli Şura AXC dövründə ilk dəfə yaranmamışdı. Amma ləğvi və ikinci dəfə yaranması bəli AXC dövründədir. Öncə Milli Şura yaradılır. Milli Şura nədir? Bir qurumdur. Yəni, Cümhuriyyətin elan olunması üçün bizə lazım olan, gərəkli olan bir qurum idi və yaradılır. Milli Şuramız yaradılır. Eyni zamanda bunun ardınca Fətəli xan Xoyski deməli Cümhuriyyəti elan edir və Fətəli xan Xoyski Cümhuriyyətin rəhbəri, Məhəmməd Əmin Rəsulzadə isə onun sədri hesab olunur. Həmin vaxtda Məhəmməd Əmin Rəsulzadə Türkiyədədir, Batım danışıqlarındadır. Çünki bir cümhuriyyət yaratmaq qərarına gəlmişik, bir dövlət qurmaq qərarına gəlmişik və bunu yəni tək başına da olmaz. Bu dövlət yaradılıbsa, yaradılacaqsa bunu tanıyan olmalıdır, bunu təsdiqləyən, bu ölkəyə belə deyək, dövlət kimi baxan, respublika kimi baxan, onu tanıyan bir digər dövlət olmalıdır ki, bu da ilk olaraq kim idi? Təbii ki, Osmanlı idi. İndi Batum müqaviləsi haqqında da danışacağıq. Mən əsasən ardıcılıqla gedəcəm ki, siz tam yaxşı başa düşəsiniz bu mövzunu. Deməli, Cümhuriyyət elan olundu 1918-ci il mayın 28-də. Ondan öncə Milli Şura yaradıldı. Daha sonra Cümhuriyyət elan olunduqdan sonra İstiqlal bəyannaməsi qəbul olunur və bu bəyannaməyə əsasında onun təbii ki şərtləri var. İndi uzun-uzadı danışmayacağım, özünüz kitabda baxıb öyrənərsiniz. Daha sonra nə baş verir? Cümhuriyyət elan olunandan sonra Batum müqaviləmiz var bizim. Türklərlə Osmanlıların Azərbaycan Cümhuriyyət arasında imzalanan iyunun 4-ü 1918-ci ildə Batum müqaviləsi. Batum müqaviləsinə əsasən Osmanlı Azərbaycanı tanıyan ilk dövlət olur və öz ordusunu Azərbaycana göndərməyə, belə deyək, icazə verir, razı olur ki, Azərbaycana ordusunu göndərsin və həmin orduda Bakını xilas eləsin. Çünki nə qədər Cümhuriyyət elan olunsa da, biz nə qədər müstəqil respublika yaratmış olsaq da, yenə də tam müstəqil hesab olunmurduq. Nəyə görə? Çünki bizim içimiz, bizim şəhərimiz, bizim ölkəmiz dolu idi kimlərlə? Ermənilərlə, ruslarla, gürcülərlə, digər millətlərlə və bunların da hər biri işğala hazırlaşırdı. Zaten Bakı işğal olunmuşdu və Bakını işğaldan azad eləmək lazım idi. Bunun üçün də bizə dəstək olan bir dövlət, dəstək olan bir ordu lazım idi. Çünki bizim hələ ordumuz belə yox idi. İndi irəlidə olacaq təbii ki. Deməli, Cümhuriyyətin belə deyim, xalq üçün AXC-nin, yəni bu mövzunu öyrənməyin ən gözəl yollarından biri də hökumət kabinetləri, hökumətlərin dövrünü yadda saxlamaqdır. Bildiyiniz kimi 5 hökumətimiz olub, 5 hökumətin dövründə nələr baş verib, istər iqtisadi, sosial, siyasi, hərbi, mədəni və s. Bu tədbirlərin hər birini ayrı-ayrılıqda biz öyrənib yadda saxlasaq,
Vəssalam, heç bir qorxusu yoxdur. Yəni Cümhuriyyət sizin üçün olacaq ən rahat, ən maraqlı mövzulardan biri. Batum müqaviləsinin şərtlərini dedik. Batum müqaviləsi imzalandısa, Osmanlı söz verdi ki, mən gələcəm Azərbaycana kömək eləməyə. Və həqiqətən də sözün üzərində durur. Azərbaycana Osmanlı ordusu göndərilir. Ancaq görək bu Osmanlı ordusu bu adla mı gəlir ölkəyə? Xeyr, gələ bilməzdi. Nəyə görə? Çünki digər dövlətlər Osmanlının üzərinə qalxacaqdı. Həmçinin Osmanlıdan əlavə bizə zərəri olacaqdı. Ona görə də Osmanlı bu ordunu Qafqaz İslam ordusu deyərək göndərir Azərbaycana, Nuru Paşanın başçılığı ilə. Və bu ordu Nuru Paşanın başçılığı ilə gələn Qafqaz İslam ordusu Azərbaycana daxil olarkən Borçalı ərazisində Alman və Gürcü ordusu ilə qarşılaşır, döyüşə girir Borçalıda və bu döyüşdə qalib gələrək Alman və Gürcüləri Osmanlılar məğlub edir. Bu bizim ilk uğurlarımızdan biri idi. İndi baxaq görək növbəti proseslər necə baş verir, növbəti hadisələr necə cərəyan eləyir. Daha sonra Gəncə dövrümüz var bizim. Yeri gəlmişkən öncə onu qeyd edeyim ki, AXC-nin elan olunması Tiflisdə idi. Tiflis bizim paytaxtımız olmayıb. Yadda saxlayın. Yəni AXC-nin 2 paytaxtı olub. Gəncə, daha sonra Bakı. Sadəcə Tiflisdə elan olunub deyə biz elan olunduğu yer olaraq Tiflisi götürürük. Ancaq təbii ki, orada da ömrü az olacaq. Daha sonra Gürcüstan tələb eləyəcək ki, Cümhuriyyət öz binasını da, öz belə deyək, idarəçiliyini, hər şeyini köçürsün başqa bir əraziyə, yəni Azərbaycana. Çünki nəyə görə? Artıq Osmanlı gəlmişdi. Osmanlının gəlişindən də Gürcülər narahat idi. Və bunun ardınca Osmanlı gələndən sonra Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ilin iyunun 16-sında öz hakimiyyətini köçürür Gəncəyə və başlayır Gəncə dövrü. Gəncə də olur Cümhuriyyətimizin ilk paytaxtı. Gəncə dövrü başlayır. Daha sonra ancaq bunun ardınca Osmanlı hər nə qədər bizə kömək eləsə də, Nuru Paşa nə qədər bizə dəstək olsa da biraz soyuqluq yaranır aramızda. Səbəb nə idi? Səbəb o idi ki, iyun böhranı deyirik buna. Nə idi iyun böhranı? Nuru Paşa sanki bizə biraz güvənmir, sanki bizə biraz etibar eləmirdi ki, yəni yeni yaranmış dövlətdir, heç bir gücü yoxdur, əlində heç şey yoxdur, sadəcə quru bir adı var, Cümhuriyyət və salam. Ancaq yəni bunun üçün bizə inanmırdı ki, bu kiçik belə deyək də bir cümhuriyyətdən böyük bir dövlət çıxacaq ortalığa. Ancaq və bu da iyun böhranı adlanırdı. İyun böhranı baş verdiyi üçün Milli Şura ləğv olundu. Deməli, bayaq qeyd etdim, Cümhuriyyətdən öncə yarandı, ancaq iyunun 17-sində ləğv olunur Milli Şuramız və ikinci hökumətin dövrü başlayır. Verilir hakimiyyət ikinci hökumətə. Birinci hökumət mayın 28-dən iyunun 17-sinə qədər idi. İyunun 19-undan etibarən də artıq ikinci hökumətin dövrü başlayır. Ta ki dekabrın 7-sinə qədər, 1918-ci il. Yəni bir ildə bizim iki hökumətimiz hələ ki fəaliyyət göstərir. Daha sonra deməli, İkinci hökumətin qarşısına qoyulan tələblər o idi ki, 1. Bakının azad olunması, 2. Hərbi vəziyyətin elan olunması və hərbi vəziyyət elan olunur ikinci hökumət qurulanda. Onun ardınca BXKS var. Bakı Xalq Komissarları Soveti 1918-ci il aprelin 25-də yaranmışdı. Tərkibində Bakı sözü var, amma Bakı ilə heç bir əlaqəsi yoxdur. İçində Azərbaycanlılar demək olar ki, yoxdur. Əsasən Gürcülərdir, ermənilərdir, ruslardır. Yəni bunlar idarə edir. Sadəcə Bakı Xalq Komissarları Soveti adı altında. Və bu qurumda sizcə Cümhuriyyəti qəbul edərmi? Təbii ki, yox. Niyə də eləsin? Zaten dediyim kimi ermənilərdir, ruslardır. Onlar istəməz axı Azərbaycan müstəqil olsun və AXC-yə qarşı döyüşlərə başlayırlar. Xüsusən Gəncəni ələ keçirməyə çalışırlar və onlar arasında iyunun 27-sindən iyunun 1-nə qədər Göyçay döyüşləri baş verir. Və bu döyüşdə bizim ordumuz qalib gəlir. Bakı Xalq Komissarları Soveti iyulun 31-də süqut edir, istefa verir. Onun yerində yaranır Sentrokaspi diktaturası. Bu da eyni onun kimi qurumu idi. Ruslardan, ermənilərdən ibarət olan bir qurum idi. Sentrokaspi diktaturası da nə edir? İngilisləri çağırır ki, 1000 nəfərə yaxın İngilis ordusu gəlir Deniz Tervilin başçılığı ilə ilk dəfə Azərbaycana. Onlar da ki, görürlər Osmanlı buradadır, Azərbaycanın ordusu formalaşır, Azərbaycan Cümhuriyyət ordusu daha yaxşı döyüşür və bunun üçün çıxıb qayıdıb gedirlər. Belə bir vaxtda Almaniya ilə Rusiya arasında, Sovet Rusiyası arasında 1918-ci il iyunun 27-sində gizli saziş imzalanır. Gizli sazişdə nə idi? Sovet Rusiyası Almaniyaya deyir ki, sən ölkəni Osmanlıların gəlməyindən qorusan, Azərbaycanın neftini böləcəyik, yarı böləcəyik. Və
Ancaq sonra bu müqavilədən imtina eləməli olacaq Almaniya. Daha sonra Qafqaz İslam Ordusu daxil olur Azərbaycana, Bakıya daxil olur. Sentyabrın 15-də Bakını azad edir erməni gürcü ruslardan. Sentyabrın 17-sində isə paytaxtımız olur Bakı şəhəri. Yəni AXC-ni quran şəxsiyyətləri mütləq tanımalıyıq. Başda Məhəmməd Əmin Rəsulzadə olmaqla. Ancaq çox təəssüf ki, Rəsulzadəni və digərlərini tanımayan bir gəncə yetişir, tanımayan bir, daha doğrusu yetişdirilir, belə deyək. Bunun üçün ancaq yenə də hər nə olsa da biz cümhuriyyətimizi quranları, bu ölkəni bizə bugün başdan, sıfırdan, yenidən yaradıb verənləri unutmamalıyıq məncə. Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlmərdan bəy Topçubaşov, Məhəmməd Həsən Hacınski. Daha sonra gəlirik cümhuriyyətin daxili tədbirlərinə, daxili siyasətinə. Başlayırıq dövlət quruculuğu haqqında tədbirlərdən. Dövlət quruculuğu deyəndə, yəni dövlət varsa onun nəyi olmalıdır? Bayrağı, gerbi, ordusu, himni, dili və s. Deməli, ilk olaraq 1918-ci il iyunun 24-də Azərbaycan bayrağı yaradılır. Hansı ki, cümhuriyyətin bayrağı, o da indiki Türkiyə bayrağına oxşar bayraq idi. Sadəcə ulduzunda güşə fərqi var idi. Al-qırmızı bayraq hesab olunurdu ilk bayrağımız. Ancaq 1918-ci il noyabrın 9-da bu bayraq dəyişdirilir və bizim hal-hazırki 3 rəngli bayrağımız təsdiqlənir həmin tarixdən etibarən. 1918-ci il iyunun 26-sında Milli Ordumuz yaradılır. Hansı ki, biz bugün onu Silahlı Qüvvələr Günü olaraq həmin tarixi hadisəni qeyd edirik bugündə. Ondan sonra 1918-ci il iyunun 27-sində Azərbaycan dili rəsmi dövlət dili, Türk dili elan olunur. Eyni zamanda 1918-ci ilin noyabrın 20-sində parlamentin yaradılması haqqında qərar verilir. 1918-ci il dekabrın 7-sində isə parlament fəaliyyətə başlayır ilk dəfə Azərbaycanda, Cümhuriyyətdə. Daha sonra 1919-cu ilin iyununda Müəssislər Məclisinə seçkilər haqqında qərar verilir. Həmçinin 1919-cu ilin avqustunda vətəndaşlıq haqqında qərar verilir ki, artıq Azərbaycanda doğulan hər kəs cinsindən, irqindən, milliyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı hesab olunurdu. Eyni zamanda bizim tarixi adlarımız bərpa olunur. Yelizaveta Pol yenidən Gəncə adlanır, Qaryagin yenidən Cəbrayıl adlandırılır və s. Daha sonra gəlirik ordu quruculuğunda həyata keçirilən tədbirlər var idi. Az öncə qeyd etdiyim kimi Milli Ordu yaradıldı 1918-ci il iyunun 26-sında. Ardınca 1918-ci il noyabrın 1-də Hərbi Nazirlik yaradılır Fətəli xan Xoyskinin başçılığı ilə. Daha sonra 1919-cu il iyunun 11-də Əks-İnqilabla Mübarizə Təşkilatı yaradılır ki, bu da digər ölkələrin bizə qarşı olan hücumunun, müdaxiləsinin qarşısını almaqdan ötürü idi. 1919-cu ilin ortalarında Xəzər Hərbi Donanması yaradılır. Daha sonra 1919-cu ilin iyununda Gürcüstanla Azərbaycan, yəni Cümhuriyyət arasında müqavilə imzalanır, saziş bağlanılır, hərbi müqavilə. Eyni zamanda da 1920-ci ildə İtaliya ilə belə bir saziş bağlanılır, hərbi ittifaq müqaviləsi və İtaliya öz hərbi silahlarını, hərbi silah sursatlarını AXC-yə təqdim edir. 1919-cu ildə hərbi məktəb yaradılmışdır. Daha sonra uşaqlar, bizə lazım olan, cümhuriyyətdən lazım olan əsas məsələlərdən biri nədir? Naxçıvan General Qubernatorluğu, Qarabağ General Qubernatorluğu, eyni zamanda Araz Türk Respublikasının yaradılması idi ki, uşaqlar adətən bu hissəni qarışdırırlar, ancaq qarışdırmayın. Yadda saxlayırıq. Hər üçü bəli, AXC-nin qorunması üçün idi. Hər üçü xüsusən ermənilərdən qorunması üçün idi. Ancaq biraz fərqlər var. Nədir fərq? General Qubernatorluğu 1919-cu il yanvarın 15-də yaradılır və onun ilk başçısı rəhbəri Xosrov bəy Sultanov təyin olunmuşdu. O da ilk hərbi nazirlərimizdən biri hesab olunurdu. Və bu da ermənilərin qarşısını, Qarabağda yaşayan ermənilərin müdaxiləsinin qarşısını almaqdan ötürü idi. Daha sonra onun ardınca Araz Türk, daha doğrusu eyni ildə 1919-cu ilin fevralında Naxçıvan General Qubernatorluğu yaradılmışdı. Bu da yenə ermənilərin qarşısını almaq üçün idi. Eyni zamanda 1918-ci ildə isə Araz Türk Respublikası yaradılmışdı. Bu da Naxçıvan ərazisində yaradılmışdı. Ancaq diqqətli oluruq. General qubernatorluqlar həm Qarabağ, həm Naxçıvan General Qubernatorluğu AXC-yə aiddir, yəni dövlət səviyyəsində yaradılan bir şeydir. Amma Araz Türk Respublikası AXC dövrünə aid olsa da AXC-nin tədbirlərindən deyildi. Onu sadə vətəndaşlar, sadəcə əhali özü yaratmışdı. Yəni dövlətin burada heç bir, belə deyək də, rolu yox idi. Yaxşımı? Bunu diqqətlə yadda saxlayırıq. Naxçıvan əhalisi yaratmışdı bu qruplaşmanı, bu qurumu, Araz Türk Respublikasını. Daha sonra burada 1918-ci ildə avqustun 5-də deməli müqavilə var ermənilərlə, Qarabağda yaşayan erməni əhalisi ilə AXC arasında müqavilə imzalanır və onlar AXC hakimiyyətini qəbul edərək orada yaşamağı qəbul edirlər, təsdiq edirlər həmin müqavilə. Daha sonra uşaqlar bir məsələni də qeyd edeyim, yaddan çıxmasın. 1918-ci ildə
dekabrın 26-sında General Thompson var. İngilis generalı Thompson ikinci dəfə Azərbaycana gəlir. Yəni eyni general deyil, sadəcə ingilislərin bayaq dedik Denis Dervillin 1918-ci il avqustunda Denis Dervill idi. 1918-ci il dekabrın 26-sında isə General Thompson gəlir. Ancaq bu gəlişləri biraz yaxşı olur, bizə yəni xeyir olur. Nəyə görə? Çünki o zaman bizim 3-cü hökumətimiz yaradılmışdı və Thompson gələrkən Azərbaycanın AXC-nin 3-cü hökumətini tanıyır, təsdiqləyir. Yəni 1919-cu ilin noyabrında Azərbaycan, yəni AXC ilə ermənilər arasında Tiflisdə saziş imzalanır ki, bu Tiflis sazişi hesab olunurdu və bu sazişin müqavilənin şərtlərinə əsasən hər iki tərəf Zəngəzurdan ordusunu çıxarmalı idi. Ancaq hər zaman olduğu kimi biz əməl edirik, biz çıxardırıq, ancaq ermənilər ordularını oradan çıxartmırlar. Daha sonra 1919-cu ilin mayında Bolşeviklər bizim ərazimizdə, Muğan ərazimizdə Muğan Sovet Respublikasını yaradırlar özləri üçün, ancaq ömrü çox çəkmir. 1919-cu ilin avqustunda Həbib bəy Səlimov tərəfindən həmin respublika ləğv olunur. Daha sonra gəlirik AXC-nin iqtisadi tədbirlərinə. 1918-ci ilin iyunun 27-sində azad ticarətə icazə verilir. 1918-ci ilin iyunun 18-də Azərbaycan manatını hazırlaması haqqında qərar verilir, ancaq istifadə olunmur. Onun əvəzinə 1918-ci ilin sentyabrın 22-sindən etibarən Bakı bonu qüvvəyə minir və pul vahidi olaraq manatdan yox, Bakı bonundan istifadə olunur. Diqqətli olun, AXC-də manat olmayıb. 1918-ci il oktyabrın 5-də ləğvi var idi, hansı ki, Bakı Xalq Komissarları Soveti 1918-ci ildə bir çox şeyləri milliləşdirmişdi və onları AXC yenidən öz əvvəlki sahiblərinə qaytarır. Daha sonra sosial sahədə həyata keçirilən tədbirlər var. Sosial varsa deməli əhali ilə bağlı olan bir şeydir, xalqla bağlı olan bir məsələdir. Burada hansı tədbirlərdə Himayədarlıq Nazirliyi var, qaçqınların problemini həll etmək üçün. Onun ardınca 1918-ci ilin iyulunda maaşların artırılması ilə bağlı məsələ var. Həmçinin 1919-cu ilin fevralında kasıb ailədən olan uşaqlara pul yardımının olunması ilə bağlı məsələ var idi. Eyni zamanda 1919-cu ildə dekabrında bank yaradılır. 1919-cu ilin fevralında aqrar islahat keçirilməsi haqqında qərar verilir, ancaq keçirilmir, çünki işğal buna imkan verməyəcək. Və 1920-ci ilin martında isə torpaq islahatı həyata keçirməyə çalışırlar, ancaq burada da işğal baş verdiyi üçün keçirilmir. Sonra AXC-nin həyata keçirdiyi mədəni tədbirlər var. Burada da əsasən məktəblərin milliləşdirilməsidir. Daha sonra teatrın yaradılması var idi 1918-ci ildə. Həmçinin 1919-cu ildə İstiqlal Muzeyi var. 1919-cu ilin noyabrında isə Bakı Dövlət Universiteti artıq fəaliyyətə başlayır. Daha sonra 1919-cu ildə mətbuat haqqında nizamnamə var. Eyni zamanda Azərtacın yaradılması var. Həmçinin 1919-cu ildə Azərbaycan qəzeti, eyni zamanda ilk kitabxanamız, milli kitabxanamız fəaliyyətə başlayır. 1918-ci ilin payızında Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsi, yəni Qazax filialı fəaliyyətə başlayır.